20 yanvar faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək. Xalq imperiyanın dəmir barmaqlıqlarından qurtulub azadlığını elan etmək istəyirdi. Topxana meşəsi hadisəsindən sonra meydana toplaşan xalq öz etirazlarını bildirirdilər. 2 milyona yaxın vətəndaş sonradan Azadlıq meydanı adlanacaq yerə toplaşdı. Nə biləydik ki, Dağüstü Park Şəhidlər Xiyabanına çevriləcəkdi. Qərənfil yalnız matəm gülünə dönəcəkdi. Qərənfil nəsə hiss edirmiş kimi boynunu bükür, küçələrdən isə qan iyi gəlirdi. İllərdir ki, bizi düşmənlərdən qoruyurmuş kimi göstərən ordu Bakıya girir. Maskalar düşür, qrimlər təmizlənir, qoruyucu mələk vəhşi şeytana dönür, hər şey aydın görünürdü. Sən demə, elə ən böyük düşmən təhlükəsizliyini etibar etdiklərini imiş. Qətliyama saatlar qalırdı. Bakı artıq hər şeyi başa düşmüşdü. Əli yalın şəhər tankların qarşısında canlı sipərə çevrilirdi. O gecə Bakını dünyanın ən qəhrəman şəhərinə çevirirdi. O gecə qətl gecəsi idi. O gecə qışın ən uzun gecəsi idi. 36 il keçməsinə baxmayaraq heç vaxt yadımızdan çıxmaz. O gecə 20 yanvar gecəsi idi. İlham, gör şəhər nə gözəldir. Kaş burada bir evimiz olaydı. Через эту улицу мы скоро войдем в город. Приказ сверху. Кому мы должны открыть огонь? По всем, кто попадется нам на пути. Тихо. У кого звук будет слишком громким, сделаю один выстрел. Солдат! Чего вы добиваетесь? Вы убиваете людей, у которых даже нет оружия! Это бесчеловечно! Azadlıq meydanına tərəf gedək. Tankların qabağını kəsmək lazımdır. Операция «Удар» начинается. Привести подразделение в движение. Люди безоружны! Не стреляйте! Qaranlıqdır, heç nə görmürəm. Где бы вы ни увидели машины экстренной помощи, открывайте огонь!
Canını qurban edənlər canımızı qurtarmışdı. O gecə heç kim yatmadı. Qış yuxusundan ayılmışdıq. O gecə çiçəklər buza, güllər borana, şəhər güllə barana dönmüşdü. Güllə izləri ilə dolan binalar, əzilmiş maşınlar, güllə izləri ilə dolu binalar, küçələrdə cansız insanlar, izdiham, qərənfillər, şəhidlər Bakının simvoluna çevrilirdi. İmperiyanın başında oturan Qarbaçovun alnındakı ləkənin öz vətəndaşına qarşı qətliamın ləkəsinin simvolu kimi. Biz azadlığımızı hədiyyə almadıq. Bunu bizə canları bahasına verən şəhidləri unutmadıq. 3 rəngli bayrağımız dalğalanır. Şəhidlər torpağa tapşırılır. Hər şey anlaşılırdı. Bu qəhrəmanlıq gecəsi idi. Bakı çoxlu qan itirmişdi. Təcili müdaxiləyə ehtiyac vardı. Ölkə öz xilaskarını axtarırdı. Və budur, ən təhlükəli yerdən, fərmanın verildiyi şəhərdən, Moskvadan Heydər Əliyev görünür. Onun yaddaşlardan silinməyən o çıxışına Bakı uzaqdan baxıb gülümsüyürdü. Çünki gələcək xilaskarını görmüşdü. Qovuşmağa az qalırdı. O gün gələcək və qan içində olan Bakı dünyanın ən gözəl şəhərinə çevriləcəkdi. Bugünsə biz bunu görürük. Böyük uzaq görənin sayəsində başını dik tut Bakı. Sən qəhrəman şəhərsən. Bundan sonra səni heç kim yaralaya bilməz. Çünki sən dəmir yumruğun yaşadığı şəhərsən.